5 iyun 2025-ci il tarixində Qusar rayon icra hakimiyyəti başçısının çayın sağ sahilində yaşayan sakinlərlə məhəllə görüşü baş tutub. Qusar şəhərinin 5 saylı tam orta məktəbinin həyətində keçirilən görüşdə Əmir Mustafayev və Mehmandarov küçələrinin asfaltlanması, istismara yararsız elektrik xətləri və dirəklərin dəyişdirilməsi, Həsrətov küçəsində qəbristanlığa gedən yolda quru ağacların kəsilməsi və həmin küçədə trampolinlərin qoyulması, 5 saylı məktəbin ərazisinin hasara alınması, torpağın rəsmiləşdirilməsinə köməklik göstərilməsi ilə bağlı müraciətlər edilib. Asfaltla bağlıdır bizim də sözümüz. Bizi küçəmiz yox, Hacı Davud küçəsidir. Əvvəlki Hacı Davud idi, indi adını dəyişdirib qoyublar. 1-2 ildir Səməd bəy Mehmandarov. İndi Səməd bəy Mehmandarov bu məşhur general olub. İndi biz də istəyirik ki, bizim küçəmiz də generalın adını daşıyır deyə heç olmasa biraz abadlaşma işləri geçsin. Orada elə qoz ağacları var ki, sallanıb yola. Qoz ağacı. Hə, qoz ağacı. Yəni qurusu da var, yaşı da var. Qocalıb da qırılıb tökülə bilər. Daha ki, qəbristanlığı içində də yoxdur, qəbirlərə də ziyan verə bilər. Onları nəsə bir ekologiya baxır, kim baxır, gəlib onları kəssin. 2 metrədən kəssin heç olmaz. Halim bir şey xahişdir. 92-ci ildə mənə yer veriblər bazarda. Deməli, İkram müəllim dövründə. O yerin bir kağızı var ki, toka tikməyə icazə veriblər mənə. Gedirəm hara, deyir, sənəd düzdə göl. Hansı idarəyə gedirəm, deyir, o pozulub. Bir xahiş edir mənə kömək ilərdə onu bir sənəd düzəldim mən. Neçə də Şahbaz müəllimin yanına gitmişəm, deyir, yoxdur, belədir. Bura dövlət mülkiyyəti olur. Dövlət mülkiyyətidir. Dövlət. Hə, orada tikintə icazə yox. Tikməyə tikiblər tikməyinə. O vaxt tikməyə icazə verilib. Hə. İndi özəlləşdirməyə verilir. Ümumiyyətlə biraz mübahisəli ərazidir ora. Sənin əvvəldən sənədin yoxsa, qeyri-qanuni tikilidirsə, ona sənəd verə bilməyəcək. Mən deyim sənə. Cavid, siz də bütün bu məhəllələrin hamısına yazın, yapışdırın ki, qəbul günləri hansı günlərdir. Hər həftənin 5-ci günü mənim qəbul günümdür. Bu masivdə ya bir dənə bankomat yoxdur, ya terminal. Ya poçt. Poçt var, gəh işləyir, gəh işlənir. Bu terminal olsa, bu kommunal var, kommunal. Pensiya alan ki, ya terminal yoxdur, ya bankomat yoxdur. Həmçinin elektrik təchizatında tez-tez fasillərin yarandığı, çayın sağ sahilində yerləşən 400-ə yaxın evin suvarma suyu ilə təmin olunması kimi məsələlər qaldırıldı. Bala kəndinə ata-babadan çoxdana su gedir, suvarma suyu. Qusar çayından oraya gedir, suvarma suyu. O su da gəlib belə bu şeydə Qaykənd kəndi ərazinə, o şeylə, deyərə belə qayadan gedir. Hə, bir kəmərdə hələ bizim bayrağımıza da çəkiblər belə hələ. Nəysə, indi neçə illərdir, məsələn, o su buradan gedir. Məsələn, Zarişkada haradasa 420 yaxın şey var, ev. Hə, 400 belə də. İndi əslində, məsələn, 5-6 sokdan sayanda orada ağaclar var, nəsə, əkirlər, kasıtçılıq eləmək üçün. Biz burada su verə bilmirik. Neçə il, başda 1-2 il oldu, məktəbin yanında köhnə transformator var idi. Onun yanında nazik dirəklərdir, o da sınmışdı. Ya onu bərpa eləmədilər, onu bir dənə 2 yerdən prexvat gəlib, bir dənə eybəcər bir dənə salıb. Külək olan kimi mən şəxsən qorxuram bu uşaqların halından, müəllimlərin halından. Heç olmasa onu ya qabel çəksinlər, ya heç olmasa bir dənə fərli dirək qoysunlar. Müraciətlər dinlənildi və aidiyyatı qurumların rəhbərlərinə problemlərin aradan qaldırılması istiqamətində yerindəcə tapşırıqlar verildi. Sabah bayramdır, Qurban bayramı. Allah sizin kəsdiyiniz qurbanları qəbul eləsin. Bayramınız mübarək olsun. Elimizdə, obamızda, vətənimizdə, Azərbaycanımızda həmişə əmin-amanlıq olsun. Feyruz Qayıtmazov, F Production, Qusar.